İkinci sualım da budur ki, hər kəs filmi izləyib görəsən, yoxsa? Mən öz Çünki adıma bəli. hiss edirəm ki, siz izləmisiniz. Mən əvvəldə baxmışam düzdür, amma bir də təkrar baxdım da belə deyim. Məndə də elə oldu. Hə, əvvəl baxmışdım, amma unutmuşdum. Bircə orada xatırlayırdım Mayanı. O da ki, adını çox sevirəm deyə. Amma bir xarakterləri əməlli unutmuşdum. Digərlərində vəziyyət necədir görsən, izləmisiniz yoxsa? Bu arada yaza da bilərsiniz aşağı hissədə fikirlərinizi, istədiyinizi və sair və sair. Yaxşı, onda müzakirəni başladım. Əslində haqqında qısa məlumat verməliyəm, amma istəyirəm sualla bir yerdə verim. Sizcə filmin adı elə niyə böyük dayaqdır? Bundan danışaq birinci. Nəyə əsasən? Məsələn, hər izləyən üçün böyük dayaq, yəni filmin adı fərqli mənaya gəlir. Ona görə bu sualı verdim. Türkan xanım, fikriniz yoxdur bu haqqda? Nə əcəb? Bəli. Niyə böyük dayaqdır? Yəni orada əslində el gücündən mən elə yəni anlayıram ki, yəni Hı elin -hı. gücündən olduğuna görə orada filmin adı elə qoyulub ki, yəni böyük dayaq. Bir növ necə deyim, yəni o həqiqətin üzə Oradakı çıxmağı elə cəmaata əsasən deyirsiniz də siz. necə? Oradakı əhaliyə əsasən deyirsiniz ki, Bəli, mən elə onların fikirləşirəm ki, dili yəni və o sair. hə, xalqın yəni orada yalan həqiqətin üzə çıxmağında da bir növ elə şey məktubların yazılmağı falan, yəni ona görə mən düşünürəm ki, böyük dayaq oradan gəlir. Əslində hə, bu da maraqlı fikirdir, amma ağlıma gəlməmişdi, nə yalan deyim. Mən fikirləşirdim ki, mənə görə Rüstəm kişi ilə bağlı bir simvolik bənzətmədir ki, Rüstəm kişinin çünki biz orada yüksəlişini, sonra yavaş-yavaş düşüşünü, sonra stabilləşdiyini görüb fikirləşirdim ki, mən bəlkə də bununla bağlıdır. Təbii ki, mən onu orta məktəbdə izləmişdim, onda elə kodluyurdum. Amma siz dediyinizdəki bənzətmə də demək olar ki, hə, doğrudur. Sonra bəziləri bunu Maya ilə Rüstəmin münasibətinə də bağlayır. Çünki Rüstəm ilk başlarda gördünüz ki, Mayanı qəbul eləmir gəlini kimi. Təbii ki, niyə qəbul eləmir? Bu da hər kəs üçün fərqli məna ifadə eləyir və onların birdən-birə münasibətinin düzəlməsi, hətta ə, Maya ilə Rüstəm kişi öz oğlunun münasibətini demək olar ki, Rüstəm kişi düzəldir də, hansı ki, ən başda istəmirdi o qızı. Ona görə bir neçə versiya var, haqlısınız. Sizinki də düzgündür. Əslində ordakı kənd cəmaatın birdən-birə yaşadığı qayda dəyişiklikləri, hansı ki, bəzilərinə haqsızlıq olur, bəzilərinə haqlı olur. Yəni hə, düzdür siz. Bəs digərləri sizə görə niyə filmin adı Böyük Dayaqdır? Niyə Emini bu adı seçiblər görəsən? Ya da izləyəndə sizə nə təsir bağışladı? Niyə Böyük Dayaq ola bilər filmin adı? Dediyim kimi aşağıda yaza da bilərsiniz. Mikrofonu açıb fikrinizi səsli şəkildə bildirə də bilərsiniz. Bu sual deyəsən çox qəşəng sual olmadı. Ya çox çətin oldu, ya da bilmirəm. Okay, yaxşı, gəl mən biraz qısa məlumat verim bu haqqda. Hansı ki, bizim filmimiz Azərbaycan kinosunda həm sosial, həm də psixoloji qatları olan ən güclü filmlərdən biri hesab olunur. Hətta mən xatırlayıram ki, mənim universitet dərslərimdə də bu filmin adı tez-tez keçə bilirdi xarakterlər müqayisə analiz mənasında. Çünki bir çox xarakterlər var və onların fərqli, yəni eyni düz xətt üzərində getmir də o obrazlar. Bəzi filmlərdə görürük ki, xarakterlər bir-birinə çox oxşayır, amma burada görürük ki, yox. Ən çox da Rüstəm kişi ilə Maya obrazının müqayisəsi və s.
Ə, Və film zahirdə görürük ki, kolxoz həyatı və kənd münasibətlərindən danışsa da, əslində insanın hakimiyyətlə Rüstəm kişi demiş, vicdanlı və etibarlı münasibətini göstərir və əsas məsələ təkcə kənd təsərrüfatı deyil, insanların o daxili proses dediyimiz bir-birinə necə dayaq olduğu ya da necə xəyanət etdiyi üzərində qurulub. Biz bu xəyanəti 2 səhnə olaraq görürük. Biri, Mayanın yaşadığı təxminən yoldaşı tərəfindən, bir də, Rüstəm kişinin öz kənd cəmaatı ilə olan münasibətinə əsasən. Ona görə biz burada xəyanətin həm də 2 çalarını da görmüş oluruq. Və təbii ki, bu yenə də hər kəs üçün, izləyən üçün fərqli mənalar da ifadə edə bilər. Eləsi var ki, Mayanın yaşadığına bəzi insanlar heç xəyanət adı vermir. Belə fikirlər var. Və filmin mərkəzində duran əsas ideya budur ki, insan üçün ən böyük dayaq vəzifə, pul və ya qorxu deyil, etibar və mənəvi gücdür. Və biz bu mənəvi gücü hansı səhnələrdə daha çox görürük və ya sizə hansı səhnədə ya da hansı obrazda ola bilər ki, siz o mənəvi gücü tam olaraq orada görürsüz ya da ifadə eləyir? Mənəvi güc daha çox Mayada, yəni iradə güclüyü deyərəm ki, daha çox Mayada hiss olunur. Təbii olaraq baş rolda olur Rüstəm kişidə də düzdür o iradəli, o əzm siz mənəvi güc var. Amma Hı. o xanım olaraq da götürsək, yəni xarakter kişi xanım olaraq götürsək, Maya xanımda da o gücü görmək olur, Hmm. hiss eləmək olur, yəni. Aha, bəs onda ortaya belə bir sual çıxır ki, filmdə ən güclü və ən gözə batan xarakter sizcə hansı idi? Yəni sizə görə hansı idi? Mənə görə elə Maya. Maya. Hansı ki biz daha çox öndə Rüstəm kişini görürük, amma Maya mənim üçün də elədir Mayadır. Bəs Yəni o digərləri öz sizin üçün? iradəsi ilə, hətta Aha. belə götürək də, öz iradəsinin gücü ilə belə, düzlüyü ilə, bir növ haqlılığı ilə Rüstəm kişinin belə deyək də ürəyini ələ alır da, bir yəni yanarsaq o da var da, təbii olaraq ilkin olar, amma yəni onda daha çox güclü potensial var deyim, nə bilim. Həm cinsi olaraq qısnama yaşayır, cinsiyyətinə görə biraz onu geri plana atırlar, həm başqa qaçırılır da o, səhv etmirəmsə, hə, qaçırılır, gəlir. Ona görə də biraz ona yad kimi baxırlar ki, bu bizdən biri deyil. İşləyən qadın olması, sözünü bəzən deməyi bacaran qadın olması və sair ona görə biraz onlar üçün qərəzli obraz idi ya da xarakter idi deyə bilərik və bəlkə də buna görə bizə elə gəlir ki, orada ən güclü xarakter elə Maya idi. Çünki Maya daha çox əziyyət çəkir, adaptasiya problemi olsun, Rüstəm kişinin onu istəmədiyini bilə-bilə Rüstəmə yardım, yəni kömək etməsi və sair və sair. Ona görə də hə, elədir. Amma bəzi insanlar üçün Rüstəm kişi öz gücünü itirmir. Baş obraz olduğu halda ən güclü obrazda olur ki, o kişi olsa da daha çox sınanır, oyunlara gəlir və axırdan axıra onu toparlamağa çalışır. Təbii ki, bu da sınandığı üçün bizə güclü görünə bilər. Yəni haqlı da ola bilər. Sonra orada güclü insanlardan biri hesab olunurdu. Rüstəmin xanımı. Amma sizcə niyə? Bu arada bunu mənim öz mamam deyib ki, Rüstəmin xanımı güclü qadındır. Çünki o Rüstəmi idarə eləyirdi. Gəlini hətta o evə Rüstəmin xanımı qəbul etdirdi. Yoxsa Rüstəm onu dayaz qalırdı qovsun. Ona görə əslində bütün xarakterlərimizə baxanda hamısının daxili gücü var. Amma bu daxili güc dediyimiz o hiss situasiyadan situasiyaya görə dəyişir. Obrazlar onu mənimsədikdən sonra biz o daxili güc görürük ki, əslində daxili güc dediyimiz şey konkret bir anlayış deyil. Onun fərqli çalarları var, fərqli situasiyalarda çıxa da bilər və biz onu söndürə də bilərik.
Belə əlavəsi olan varmı? Əslində düz mamanız düz vurğulayır orada. Yəni ki, hə, xanım olaraq, yəni o yəni burdan da hiss eləmək olur ki, Hı yəni hı. Rüstəm ki, nə qədər kişi xarakterli olsa da, deməli xanımının e, fikrinə, yəni hörmət deyim, yoxsa yəni ona sözünü keçirmək biraz pis çıxar, şey çıxar. Yəni Hı. eşitdirir ki, bu daha çox onu kövrəldən o müharibə anını deyəndə gözünün qarşısına özü də onları yaşadığına görə yumşalma yaşanır da. Rüstəm kişi qəbul edir, gəlinin toyunu falan edirlər. O Rüstəm şeydən. kişinin hə, əslində gəlinə qarşı olma səbəbi o idi ki, biz adətlərimizi icra eləmədik də. Bəs Hı. biz ona elçi getməli idik, nə bilim, toy büsat eləməliyik. Toy onsuz da olur, amma yəni onun da bəlkə də tək oğlu idi deyə istəyirdi hər şeyi qaydasına, qanununa görə eləsin və ya biz deyirik status sahibi Bəli. adamı hamı tanıyır və istəyir ki, adına layiq nəsə eləsin. Bəlkə də onu eləyə bilmədiyi üçün qıcıq olur ki, axı mənim bəs adım, sanım ki, hələ də bu söhbət aktualdır. Toy olunanda ya da bir xeyir iş olanda məncə bunu görürük də, amma xoşbəxtlikdən çox nəyinsə reklamı üçün, nəyinsə eybi yox, kreditlə də götürün, bahalı olsun. Axırı görünsün ki, biz ən yaxşısını eləmişik. Söhbətinə qədər gedə bilər. Ona görə Rüstəm kişi də sırf ən başında Mayanın xarakterinə yoxdur, onu tanımadan niyə adətləri dəyişirlər? Özlərindən Amerika kəşf eləyirlər vəziyyətinə gəlib çıxması idi. Bəs Rüstəm kişinin əsas problemi nə idi? Ümumiyyətlə bu film boyunca bizim axtardığımız bir sual var idi ki, bu Rüstəm kişinin problemi nədir sizcə? Üzr istəyirəm, sualı bir də deyə Dedim bilərdiniz ki, sual. Rüstəm kişinin sizcə əsas problemi nə idi? Məsələn, elə adam var ki, düşünür ki, Rüstəm kişi nə qədər sərt görünsə də, nə qədər əzimli olsa da, amma saf idi. Saf, saf deməzdim mən. Saf demək olmaz. Sadəcə Onun olaraq aldandığı hissələr var idi. Məsələn, o aldanmanı insanlar saflığa bağlayırdı ki, saflığından idi. Məsələn, mən deyirəm ki, o əlindən nəyinsə çıxmağını istəmirdi deyə özünü qarantiləmək istəyirdi. Bəlkə də özü bilə-bilə aldandı ki, bəlkə əlimdən nəsə çıxmaz. Amma təbii ki, bir çox versiyalar var. Sizə görə nə idi bəs o hissə? itirmək istəməmə ola bilər o şeyinə. Hı hı. Vəzifəsini deyim, statusunu deyim, ola bilər ki, itirmək istəməyib. O ona görə bəlkə də siz demiş, nəyəsə göz yummağı eləyə bilər. Amma saflı ətrafına, yəni işçisinə deyək də, bir növ ki, orada inanır ki, yəni onlar buna xəyanət eləməz də. Biraz belə deyim də, lap da Hı. keçmiş kökə əsaslanır. Yəni Rüstəm kişi keçmişin kökünə əsaslanaraq ki, yəni haqq var, nə bilim, ədalət var da, öz adam işçinin böyüyünə şey eləməz, nə bilim, xəyanət eləməz. Yəni bu şeylə yanaşıb məncə, yəni saf, nə bilim, saflandırmazdım. Əksinə, yəni o inamı əks elətdirir ki, yəni inanır insan Bəs işçisinə biz bunu güvənir. dürüstlüyə bağlaya bilərik? Dürüstlüyə. Biraz deyirəm də, bəlkə də bilərəkdən də, amma orada da, yəni bilərəkdən göz yumur. Onun heç nə xəbəri olmur. Yaşanan Hı. heç bir şeydən xəbəri olmur və o hər bir şey, yəni yadımdan çıxdı o pisi personajların adları. Hı hı. İşçiləri deyək də, yəni onlar daha çox işi ələ alıb, onlar hər şeyin e, idarə eləyirlər də bir növ. Onların üstündə qurur işini. Bir arxayın olur onlara ki, hə, həll olacaq. Yəni onlar onu Rüstəm kişini belə şeyə salırlar. Tələyə deyək də bir növ. Onlar onsuz Məncə da Rüstəm dürüstlük, kişini tam oradan dürüstlük ola salmaq bilməz. istəyirlər. Aha. Tam dürüstlük məncə yox. Rüstəm kişidə tam dürüstlük məncə
yox idi. Mən elə görürəm xarakter olaraq tam O da dürüst sadəcə deyil. statusunu qorumağa çalışırdı. Çünki aşağıdan artıq yeni gənc rəhbərlər yetişməyə başladı və artıq o onu narahat eləyirdi. Onların ümumi müzakirə səhnəsi olur ki, biz Hə, bu qədər sahədən bu qədər məhsul toplamalıyıq. Biri çıxır deyir ki, yox, biz bunu belə də eləyə bilərik, elə də eləyə bilərik. O artıq narahat olur ki, yavaş-yavaş deyəsən mən qocalıram və əslində əlimdən yavaş-yavaş çıxır. Nə hmm, etmək lazımdır? Möhkəm olmaq lazımdır. Amma burada problem də odur ki, əgər sən tutaq ki də illərdir bu insanlarla işləyirsən. Orada çoban Kərim idi də səhv eləmirəmsə. Kərəm ya Kərim. Ə, və o həmin çobandan bəli. şübhələnəndə ə, niyə sorğulamaq varkən inanmağı seçdi? Yəni illərdir sən bu insandan səhv görməmisənsə, necə belə asanlıqla inana bilərsən? Ümumiyyətlə insan münasibətlərində bu belədir. Adicə qohumluq münasibətlərində də biz görürük ki, birdən-birə nəsə ortaya söz çıxır və böyük-böyük davalar çıxmağa başlayır ki, nədir? Kimsə kiməsə tutaq ki, heç olmayan bir şey deyib. Elə eyni filmdəki o səhnəni desək. Niyə insanlar görəsən belədir? Biz eşitmək istədiyimizə mi inanırıq, Hə, yoxsa hə. inanmaq istədiyimiz şeyi mi eşitmək istəyirik? İnanmaq istədiyimizi eşitmək istəyirik, ola bilər. Ya da inanmaq istədiyimizi görmək istəyirik. Bir növ elə ola bilər ki, Aha. o Rüstəm kişi inanmaq istədiyini yəni də gördü deyim ya da ki, belə bir şey oldu məncə. Düşünürəm. Hə. Və burada da artıq işə düşür ki, Rüstəm kişi axı orada rəhbər statusundaydı da, idarəçi heyət tutaq ki, o idi. Biz artıq baxırıq ki, burada onu rəhbər dediyimiz hissədə biraz çatlamalar olur və sən artıq emosiyalar qabağa keçir, işçilərinlə olan o müqayisəni, münasibəti sorğulamırsan və eşitdiyin ani şeylə başlayırsan qərar verməyə ki, hə onda onu çıxardın işdən. Tutaq ki, deyir çobanı oradan ayırın qoyun quzudan, yönəldin pambıq sahəsinə. Bu da məsələn qəribədir. Əgər sən bu adama etibar eləmirsənsə, onda pambığa görə yönəltsən nə olacaq? Ya da ki, əgər sən yaxşı bir rəhbərsənsə, niyə sorğulamadan, işin kökünə getmədən Rahata insanın qaçır. Mhm. Amma həm də məsələn biz adətən deyirik də ki, kənd həyatı çox çətindir də, hamının pul qazanmağı və sair və sən bilə-bilə kiminsə çörəyinə bais olursan. Tam da inanmır əslində. Orada indi kinonuzda tam da inanmır. Hı Sadəcə hı. olaraq o deyir göz gördüyünə də onun qarşısına nə bilim kağızlar falan qoyurlar ki, bu imzalı şikayətlər falan ki, yəni bunlarla onu inandırmağa çalışırlar və ona da bir növ bəlkə də allanmaq istəyir deyə bəlkə də allana bilər, o da ola bilər ki, yəni allanmaq istədi deyə allandı. Amma məncə yəni o sadəcə olaraq o qədər qabağına bunun bu belə şikayətlər və bu şahıs, bu sənəd, bunu qoyaraq onu inandırdılar da, yəni öz Hmm. şeylərinə. Yəni bu Bəli, var. bir növ o oyuna gəldi də əslində. Amma yenə də orada bir söz səslənir ki, daha doğrusu cümlə, od olmayan yerdən tüstü çıxmaz. Əgər bu Hı. şey səsi çıxıbsa, deməli doğrudan da var. Vsyo, söhbət bitdi. Deməli bu səs Ona gördən də olmasa, hə. keçmişin şeylərinə, yəni arxalanıb qərarların daha çox el, adət, ənənə, keçmiş daha da öz dövrünün keçmişi deyək də, indi o artıq orada yetkin yaşlı bir kişidir. Yəni o da öz keçmişinə arxalanaraq öz qərarlarını verir. Mən elə fikirləşirəm. Yəni onu hiss eləmək olur, görmək olur ki, o elə qərarlarını verir. Amma yenə də eee, Rüstəm nə qədər oyuna gəlsə də mənə görə yaxşı rəhbər olmaq üçün təkcə güc yox, Hı. ədalət və vicdan da lazım idi. Hansı ki
Görürük ki, Rüstəm kişi elə bunun axtarışında da deyir ki, mənim sahələrimdə ancaq dürüst insanlar olmalıdır, haram öz çörəyinə haram qatmamalıdır və sair. Amma bunu tələb etsə də özü bu şeyi pozur. Burada Amma biraz paradoks dövrümüzdə də var. elədir də. Üzr istəyirəm, sözünüzü Hı hı. kəsdim. Digərlər Buyurun, buyurun. danışmır ya adam. Bir təhər dövrümüzdə də elədir də. Yəni ki, Aha. müdiriyyət sahəsində görürsən ki, işləyəndə səndən bir üst səviyyədə olanın sözünə məsəl üçün bəlkə də o sənin işçi baxımından da, yəni gör aşağı mərtəbə deyək də, aşağı mərtəbəni dediyi söz onun üçün müdiriyyətin daha çox diqqətini çəkmir. Nəinki onun müavini deyək ya da ki, bir Hmm. alt səviyyənin dediyi daha çox inana bilir. Yəni bunu elə dövrümüzdə də yaşayırıq, dövrümüzdə də görürük ki, yəni bu hallar indi də var. Ki, yəni Hmm. araşdırma insan asanlığına qaçır. Yəni mən elə fikirləşirəm. Yəni bu şeyə görə insan asanlığına qaçır, rahatı odur deyə elə eləyir. Bilməm ki, Mənə bəlkə də beynin məsələn indi zorlu. sizə sosial sual verim də. Deyirik ki, insan asanlığına qaçır. Belə davamlı bunu dediniz deyə. Hə. Sizcə biz asanlığına qaçmağa alışdırılmışıq? Yəni beynimiz artıq belə Hə. kodlanıb, yoxsa bu bizim xislətimizdə var, insan xislətində? Öyrəşdirmədə ola bilər, amma insan xislətində də ola bilər ki, insan xislətində var o ki, yəni biraz tənbəlliyə meyillilik. Bir çox şeylər yaranır da. İndi biraz Hmm. kinodan uzaqlaşdıq düzü. Yəni Olsun, dövrümüzdə bu danışın. qədər şeylər müasir texnikalar hamısı həm bir növ insan o qədər tənbəlliyi rahat şey sayır ki, nə bilim, ərinir yol piyada getməyə ərinir, maşın icad olunur. Nə bilim, paltar yuymağa ərinir, paltar yuyan icad olunur. Bir növ bu tənbəlliyin nəticəsində yaranılan şeylərdir də. İndi o rahatçılıq, insan rahat öyrəşir həqiqətən ki, filan kəsin dediyi söz məndən bir üst səviyyə o işçilərə məsəl üçün daha çox nəzarət eləyir. Mən üst nəzarət eləyə bilməm. Demək ki, onun dediyi söz düz çıxar. Amma bunu araşdırmır ki, bəlkə də bu siz demişlər Rüstəm kişi kimi. Yəni bunu araşdırıb dərinə baxmır ki, axırdan axıra onu vurub, nə bilim, çaya atandan sonra o həqiqətləri Hmm. görür. Amma yenə də Niyə biz belə? görürük ki, Rüstəm kişi özünə etiraf eləmədiyi bir şey var. Hətta son səhnələrdə o özü ilə dialoqda olur, daxili bir söhbət olur. Səhv eləmirəmsə, xanıma gəlir o hissəni pozur ki, bəs sən əslində düzgün axtarışda deyilsən. Yəni əslində daxilən özü də bilir ki, səhv eləyir və əslində inanmamalıdır buna. Amma yenə də onun arxasınca getmir ki, yox, mənə yalançı insanlar lazım deyil və yalançı insanlar lazım deyil dediyi də həmin o çobandır, nə bilim tellidir və sərdə ki, guya onlar hay-həşir salır, mən manipulyasiya edir də ki, görməyim, mənim gözümə tor salmaq istəyirlər və s. Və onda da ortaya çıxır ki, digərləri əslində haqqını tələb eləyir də, nə mənada? Məsələn, çoban deyir ki, bunu mən eləməmişəm də və mən heç vaxt da eləmərəm də. Sən məni tanımırsan bəyəm. Və əslində dürüstlük dediyi də tam olaraq budur. Orada təklif eləyir ki, əgər narahatsansa, gəl yoxlanışa bax ya da gəl nələrsə yoxla və Rüstəm heç bununla məşğul olmur. Prama kökündən vurur ki, bunu uzaqlaşdırın, pambıq tarlasına göndərin, ağlı başına gəlsin. Onda belə bir problem çıxır ki, ümumiləşdirsək həm filmlə, həm günümüzlə müqayisədə sizcə dürüst insan bu cəmiyyətdə həmişə uduzur? Yəni dürüstlük hər zaman insana xeyir yox da artıq daha çox ziyan mı verir, zərər mi verir? Nə pis oldu. Öz-özümlə danışırmışam kimi oldum. Səsimi bağlamışam, mən də özümə danışıram burada. Yox. Tüh, eşidən bilmədik. İndi başdan alın. Yox, məncə zamanla əlaqəli də yaşanmalıymış. Yəni o vəziyyət, yəni o şeylər yaşanmalı idi ki, Rüstəm kişi Hı hı. yanındakilərinin əsl üzünü görsün. Həqiqəti, yəni bir olmalı idi ki, yox, görməsəydi, yəni bu belə də davam eləyəcəkdi. Nə bilim, qoyunu falan elə yeyib soğuracaqlar da, yəni. Hər şərdə bir xeyir. Yenə el şeyinə gedəcək, ya da bir Əslində növ hə. belə yaşanır da, belə olur. Hə. Demək olar ki, bəs sizə görə ən təsirli səhnə hansı oldu? Ən təsirli səhnə o kişinin
qızı çağırır Mayanı. Hı Səhv hı. etmirəmsə o kadrda. Yəni orası mənim üçün daha təsirli Ki yaşayan. evinə get, o hissləndirsiniz. Hə, bəli, gəlir qızın yanına, qızı şey eləyir, yəni daha doğrusu qız gəlir onu ziyarət eləməyə, onda deyir ki, yəni məni böyüyün görsəsə falan ged evinə falan belə şeylər deyir. Mənə görə ora. Hmm. Əslində həməm də bir səhnələrindən biri oldu, amma biri də şey idi. Mayanın yoldaşı Nazı idi, nə idi? Nazı. Hə, Ondan biraz yaxınlaşma olur. O hissə aqressiya hayır dedim, yaradır. yapamazsın. Daha Aqressiya çox yaradır da hissediyorum. daha çox ki, yəni sən Yəni də ki, camaat sən xanımından danışır ki, nə gözəl xanımı var. hmm, Da beləsi tapılmaz falan. Sən də qaça-qaça standart klişe zəif kişi hmm, psixologiyası öz gözünün qabağında onu ağırlıq eləyir, başlayır ona buna. hmm. Nəysə, məsələn mənim üçün o pik nöqtədəydi. Orada O biraz ora nətər biri var ki, qıcıq aqressiya yaradır. Yəni ora daha çox mənə aqressiya yaratdı ki, yəni bu nə hmm, yəni bu nə idi də belə. E, bir də şey amma orada bir xoşuma gələn səhnədə gəlir deyir ki, qonşular nə mənim adıma söz çıxardılar. Deyir mənim kim arvadım var, sən kimsən? O şey də yaxşıdır ki, hə, yəni bu cavabını da məni verirsən. qıcıqlandırmışdı. Nə mənada? Bunu sən ən başda deməliydin. Xeyr ola, Mayanı orada qoyursan, Naz-Nazı ilə burada oynayırsan, sonra da Nazı sənə təklif eləyəndə deyirsən ki, mənim heç arvadımın atılan dırnağı da ola bilmərsən. Elə Hmm. bunun vaxtında eləyərdin də, o sərhədləri çəkərdin də. Nə oldu? Hər şeyi yoxladın sonra dedin ki, "Aa, nə yapalım? Böyle oldu." Belədir də. Valla Klişe bu kişi. keçmiş filmlərimiz dövrümüzlə çox səsləşir. Baxırsan, Hı. izləyirsən, yəni görsən ki, həqiqətən elə yəni indiki hadisələr keçmişdə də oldu da, sadəcə olaraq o bəzi şeylər qapalı olub, indi daha açıq aydındır artıq. Hı Amma hı. yəni çox səsləşir. Əslində hə, ümumiyyətlə bu film mənim niyə xoşuma gəldi? Adicə görürük ki, düzdür, o biri filmlərdə də görürdük də. Məsələn, bundan əvvəl Dəli Kürə baxmışdıq. Orada gender münasibətlərini görmüşdük Hı. də, qadınların necə kişilərin kölgəsində qaldığını. Amma burada artıq işləyən qadınlar da var, amma ona rəğmən yenə də qadınları nəsə belə ləkə yaxmağa çalışırlar da ki, məsələn, bunu biz daha çox Mayada görürük də. O digər kənd cəmiyyətində elə də çox görmürük, çünki onlar o qədər də aktiv deyil. Hı, doğrudur. Ona görə məsələn gender məsələsini görürük. Bu qadın işləməlidirmi, işləməməlidirmi? Nə bilim, atın belində o birisi deyir ki, gəl falan yerə gedirəm, elə səni də aparım da. Nəqliyyat vasitəsi atdır da məsələn. İndi tutaq Hı. ki, deyirik taksidə orta xanım minib getdi, Hı. orada da at idi. Çox şeydə məsələn görürük ki, indi həmin o rollar, o səhnələr günümüzdə dəyişib. Amma problemlər eyni qalıb. Çox qəribədir. Üstündən nə qədər il ki, təxmini 50 il keçər, ili yadımdan çıxdı. Təxmini də 50 il məncə artıq keçib, bəlkə də 60. Hı. Amma problemlər hələ də qalır. Çox belə qəribə. Və başqa maraqlı sual gəlmişdi ağlımda siz danışanda yadımdan çıxdı. Yadınızda Hə, sax. deyəcəydim ki, bəs sizcə Rüstəmdən çox danışdıq. Kapanışı Rüstəmlə eləyim elə ikimizi. Rüstəm kişi sizcə güclü idi, yoxsa sadəcə tənha? Buradakı simvolik sual deməli, daxili güc və daxili tənhalıqdan gedir. Tək də daxilən tənha yox, inanmıram. Yəni məncə yox, güclü idi. Hmm. Amma əslində mənim öz analizimə əsasən o həm güclü idi, həm də tənha idi. Nəyə əsasən? Çünki hamıya dayaq olsa da, baxırdınız ki, hamıya qaçır, onu da eləyim, bunu da eləyim. Mən güclüyəm, çünki mən bunu eləyə bilərəm. Amma daxilən özü tək qalırdı. Onun Nə bir vaxt məsəl səhnəsində var, hə, elə bir Hmm. şey ki, yəni orada biraz onun tənhalığımı deyim, ya zəifliyini mi deyim, daxili zəifliyini deyə də. Yəni tutmaq olurdu. Hansı səhnədə yalan deyirəm, amma elə bir səhnə var idi ki, o elə bil ki, biraz şikayətlənər kimi ki, yəni
səhv etmirəmsə oğlu ilə mi? Nəsə bir səhnə vardı ki, orada onun daxili Hmm. təkliyini görmüyoruz ki, elə bir ki, sanki oğlunla mı deyə kimlənsəmi o buna da dayaq kimisə gözləyirdi deyim. Nəsə elə bir şey var idi onda. Mən elə bilirəm. Ümumiyyətlə biz deyirik ki, həmişə ən güclü obrazlar ən elə zəif obrazlardır. Sadəcə bunu o qədər kamuflə eləyirlər ki, elə görünmək istəmirlər. Eyni zamanda da bunu dilə gətirmək onlar üçün böyük bir təhqirdir ki, yox, hamının gözü məndədir, hamı mənə belədir və s. və s. Belə mənim əslində sualım çox idi, amma Verin də. qatılım çox az oldu. Verin də, hə, çox təəssüf ki, az oldu, çox təəssüf. O bir gün boşluğu buraxmamalıydım. Bax orada çox səhv elədim. Biz hələ fikirləşirdik ki, bu film müzakirəsini həftədə 2-yə artıraq. Elə sizə də bunu sual verim. Sizcə necə olar? Valla mən işləmirəm deyə mənim üçün lap yaxşı, xoşdur həqiqətən ki, yəni belə bir şey ayrılmaq həqiqətən mənə çox xoş təsir edir. Qrupda tək mən deyiləm də, işləyənlər var falan. Olsa nə gözəl, çox xoş olar mənim üçün. Əksərət siz qatılırsınız. Ucu sizi bizdən böyük Yəni kimi sayıram. Artıq səsinizə o qədər alışmışam ki, məsələn, adınızı görməsəm bilirəm ki, Türkan xanımdır. Yo, mən tez-tez kitab klubunda da yazmışdım. Yəni həqiqətən mən şəxsimə deyirəm ki, mən bu son dövrlər o qədər belə depressiv vəziyyətlər keçirdim ki, hələ indi də özümə az zəif gəlirəm də, belə deyim, toparlayıram belə. Hmm. Ona görə elə ki, mənim elə bu vaxtımda mənə bir şey kimi gəldi, çıxdı. Çox Hızır sevindim. kimi. Hə, Çox hə. sevindim, çox sevindim. Əla. Ən azından inkişafa doğru bir dəstəkdir, sizi inkişafa aparır. Daxili Hə, səsinizi də biraz yatışdırır o neqativ fikirləri, neqativ hə, düşüncələri. həqiqətən. Belə, Hmm. başqa xüsusi sözünüz, təklifiniz? Heç nə, çox sağ olun, davamlı olsun. Mən istəyirəm bu qrup daha da artsın. Yəni bu müzakirə daha çox olsun, yaxşı olar, xoş Mən olar də həqiqətən. istəyirəm. Hələ çox təzədir, yəqin ona görə. Yavaş-yavaş olar, Belə. hə, inşallah. Belə, çox sağ olun o zaman. Gecəniz Bunu xeyrə. belə bir şey, bir dəfədə bilmirəm necə uyğun olar. İndi daha çox yay vaxtları eləmək olar. Belə nəsə bir görüş kimi deyim ya, elə bir filmin Siz baxılıb ondan Bakıda sonra müzakirə. qalırsınız? Mən yoxdur. Mən həftə sonları Bakıda ola bilirəm. Ancaq həftə içi Aa. rayonda oluruq, Mən yoldaşın Bakıda işlərinə oluram, qədər. amma qrupdakıların çoxu rayon adamlardır da mən bildiyim Hə, qədər. hə, Əslində ona hə, görə biz çətindir. buna başlayanda real görüş kimi eləmək istirdik. Sonra dedik ki, biraz Hə, onlayn eləyək, adam yığaq, görək necə olur. Amma hə, eləmək olar. Bir inşallah dəfə olar. qrupa təklif atacağam, görüm nə qədər səs yığırıq. Lap belə düzdür, mən özüm belə inanmıram. Amma yəni gələ bilsəydindən çox olardı ki, yaxşı olar ki, elə rayon bir yer seçib hər kəsə yaxın mı deyim, necə? Və prosta biraz çətin olan bir şey olar. Yəni, bəlkə də asan deyil, bilmirəm. Hər Prosta hansı bir indi rayonda elə elə oldu ki, keçirlər. yay tətili də gəldi. İndi vəbşə hamı ölkə Hə, xaricində, yəni, hə, heç nə. xaricində. Ona görə nə bilim, yoxlayarıq bir Artırma dəfə. olsun əsas qrup. Müzakirələr çoxalsın. Ondan sonra başqa Hmm, şeylər də eləmək olar. eynən. Belə, Heç nə. Çox sağ olun. siz də sağ olun. Xoş oldu mənə. Həqiqətən çox xoşdur. Mənə də xoşdur belə qatılım olanda ən azından bir nəfərin nədənsə Amma faydalandığını deyəsən bu dəfə görürəm. qatılanlar bilmirəm yazmadım, yəni demək Hmm. istəmədim. O, iki nəfər səhv etmirəmsə elə kişi idi. Kişi deyəndə yəni qarşı cinsiyyətdə belə deyək. Qoşu yoxsa adları elə gedirdi bilmədim. Bilmirəm ki, Qarşı bəzi cinsiyyət. qadınlar yoldaşının adı ilə, qardaşının adı Hə, ilə də o da ola girə bilər. bilər. Ona görə mən də tuta bilmirəm. Arada elə Amma o birisi olmuşdu. əvvəldə qoşulan xanımlarımız yox idi. Onlar ya da yeni yaxşı danışırdılar. Keçən Yəqin filmdə qoşulan. vaxt məsələsi də dünən mənim biraz Ola problem bilər. oldu, qoşula bilmədim. Bu gün də yəqin onlar uyğun olmayıb. Sizin ixtisasınız psixoloqluqdur, yoxsa Mənim sosial birinci iş? ixtisasım filoloqdur, ikinci ixtisasım sosioloqdur. Hə. Belə görək də üçüncü ixtisas bəlkə artıq deyirəm həm də psixoloqam bəlkə. Hə, yaxşıdır, maşallah olsun. İnkişaf lazımdır. Sağ olun, təşəkkür ederim. O zaman mən yekunlaşdırım. İndi onsuz da zəng sönəcək. Çox Başqa sağ suallar olun. varsa verin də bəlkə aydınlanma yaşayarıq, daha da dərinə girin. Məncə mən bunu qrupa yazım, çünki indi zəngin vaxtı da Yazın. qurtaracaq Hə, 40 tamam, dəqiqəlik. tamam. Oldu. Ona görə gedim qrupa yazım. Orada danışaq. Oldu. Oldu. Sağ Tamam. olun.
Gecəniz xeyrə. Xeyrə qarşı. Sağ olun.